Hər kəsin sevdiyi bir yemək var, elə deyilmi? Bəs Allahın da sevdiyi bir yemək var desəm inanarsan? Bəli, düz eşitdin. Allahın da sevdiyi bir yemək var. Müqəddəs yazı deyir. Budur, qapıda durub onu döyürəm. Kim səsimi eşidib qapını açsa, onun yanına gələcəyəm və mən onunla, o da mənimlə birgə şam edəcək. Deməli, Allah mənim yanıma şam etmək üçün gəlir. Bəs Allahın sevdiyi yemək hansıdır? Yazılır. Açsam sənə demərəm. Çünki dünyadakı hər şeyə sahibəm. Məgər mən buğa əti yeyirəm? Məgər mən təkə qanı içirəm? Şükür qurbanını Allaha təqdim et. Haqq-Taala üçün etdiyin əhdləri yerinə yetir. Deməli, Allah heç də bizim düşündüyümüz kimi qidalanmır. Ona nə qurbanlar, nə də bizim süfrələrimiz lazım deyil. Bəs Allah nə ilə qidalanır? Yazılıb, mənim yeməyim, mənim iradəmin yerinə yetməsidir. Deməli, Allahın yeməyi mənim onun iradəsinə uyğun yaşadığım həyatımdır. Bəs bu necə olur? Yenə yazılır. Qaydalarımı əzbər söyləməyə nə haqqın var? Əhdimi dilə gətirməyə nə haqqın var? Axı mənim tərbiyəmə nifrət edir, sözlərimi qulaq ardına vurursan. Belə çıxır ki, Allah heç də onun qaydalarını əzbər bilən, əhdlərini daim dilə gətirən bir həyatdan razı qalmır. Bəs Allahı kim razı salır? Müqəddəs yazı bu suala özü cavab verir. Ya Rəbb, çadırında kim qalar? Müqəddəs dağında kim məskən salar? Kamillik yolu ilə gedən, əməli salih olan, ürəkdən həqiqəti söyləyən, dilinə böhtan gəlməyən, dostuna yamanlıq etməyən, qonşusunu təhqir etməyən, şərəfsizə xor baxan, Rəbdən qorxanlara isə hörmət edən, zərərinə olsa belə andından geri dönməyən, sələmlə pul verməyən, təqsirsizin əleyhinə işləmək üçün rüşvət almayan, əsla sarsılmaz belə həyat sürən insan. Deməli, qaydaları əzbər bilənlərin deyil, bu qaydaları həyat tərzinə çevirənlərin həyatı Allahı razı salır. Əhdləri bilmək deyil, bu əhdin şərtlərini həyatı ilə təsdiq edənlər Rəbbin iradəsini yerinə yetirmiş olurlar. Dili ilə danışanların deyil, həyatı ilə yaşayanların ürəyi və həyatı Rəbb üçün açıq bir süfrə kimidir. Bugün sənin süfrəndə Rəbb ac mı qalır, yoxsa doyurmu? Bunu sənin ürəyin cavab verəcək. Əgər istəsən, bizimlə şərhlərdə bölüşə bilərsən. Mən isə növbəti dəfə sənə fayda gətirən qidanın hansı olduğunu danışacağam.